Sizə hansı mövzular daha çətindir? Mən həmin mövzular üzrə videolar tərtib edim ki, siz həmin videolara dəfələrlə baxa biləsiniz. Bəziləri soruşurlar, mənim xarici işi cihazları biraz çətin gəlir. Xarici işi cihazlarında ən çox tələbələrə maraqlı gələn suallardan biri də nədir? Hansı nəqliyyat növləri, yəni xarici işi cihazlarında hava qaraldı, biz hansı işıqlarımızı yandırırıq, maşının hansı işıqlarını yandırırıq, yaxın işıqlarını və əlavə olaraq belə bir məlumat var ki, 6 nəqliyyat növü var ki, həmin 6 nəqliyyat növü gecə, gündüz fərq etmir. Sutkanın işıqlı vaxtı, sutkanın qaranlıq vaxtı, yaxın və duman işıqlarının yanıq vəziyyətdə maşını idarə edirlər. Bunlar kimlərdir? Birincisi, motosikl, mopedlər, ikincisi, uşaq daşıyanlar, üçüncüsü, mütəşəkkil nəqliyyat vasitələrinin iştirakçıları, yəni mütəşəkkil nəqliyyat vasitəsi idarə edənlər, dördüncüsü, iri qabaritli və təhlükəli yük aparanlar, beşincisi, xüsusi zolağı üzrə hərəkət edən, bizim əksimizə doğru hərəkət edən ümumi istifadə nəqliyyat vasitəsi və beşincisi isə yediyə alan nəqliyyat vasitəsi. Bunlar yaxın və ya duman faralarını sutkanın hansı vaxt olur olsun, yanıq vəziyyətdə maşını idarə edirlər.